demək olar ki, 2 gündür ki, mən hədis inkarçıları barəsində filmlər paylaşım eləyirəm. Yazıb Resul ayrı, Allah ayrı hökm verirdi. Ayırırsan Quran və sünnəti. Yox. Rasul da. Sən deyirsən ki, hansı dəlil var ki, sünnətə getməliyik? Mən deyirəm ki, diqqətli ol, daha ətraflı başa salacam səni. Aranızda əgər bir ixtilaf baş tutarsa, dönün Allaha və onun Rasuluna. Əgər ixtilaf var. Elə Allah deyərdi ki, dönün Quran-ı Kərimə də, Rasulullaha niyə dönürük ki biz? Deməli, Rasulullaha dönün dedikdə, Rasulullah bu ayələri sizə çatdıracaq, aydınlıq verəcək. Ən-Nəhl surəsi 44-cü ayə. Ən-Nəhl surəsi 44-cü ayədə biz bunu görə bilirik. Suallar var orada. Yazıb Nisa 80 Rasullah'a itaat, Allah'a itaattir. Kəhf 110 Resulullah beyyət, Allah'a beyyətdir. Tamam, bildim nə demək istəyirsiniz. Rasula itayət, Allaha itayətdir. Tamam, mən bunu qəbul etdim, amma hədis inkarçıları bu yerdə cavab verə bilmirlər. Nəyə cavab verə bilmirlər? Baxın, ayətə baxın. Əgər aranızda bir ixtilaf baş tutarsa, dönün Allaha qurtarmadı. Dönün Allaha və onun Rasuluna. İkisinə də. Yəni, İxtilafın həlli yolu məndə də var, Quranda da var. İxtilafın həlli yolu Rasulullahda da var. Yəni ki, sən qiyamət günündə mənim etdiyim səhvlərə görə cavab verəsən. Sənin etdiyin səhvlərə görə bəli, cavab verə bilərəm mən. Çünki səni mən öyrətməsəm, sənə sussam, mən sənə cavab verəcəm. Yəni ki, Rasul var idi, indi yoxdur. Furqan 74-ə görə imam olmalıdır. Rasul yoxdur, amma onun sözləri var. Məsəl üçün, gəl eləyək də, şair yoxdur. Onun şeirləri var. Müəllim yoxdur, onun kitabı var. Yəni, mən dünyavi olacaq misallar verirəm ki, sizə bu məsələ tez gəlib çatsın inşallah. Yazıb ki, bəs Allah Rasulü niyə hədisləri inkar edir? Nisa 87-2000 hədisi Allahın hadisindən daha qəşəngdir. Xeyr, Rasulullah heç bir hədisi inkar eləmir. Bu sizin öz görüşünüzdür. Yazıb Allahın hədisindən deyir. Bax, ayətə bax. Necə? Yazıb Allahın hədisindən deyir. Bax. Yox. Baxın, gəlin belə eləyək də, biz söz güləşdirməyək. Gəlin biz ay yordu, görək kim kimi yordu. Bu söhbətə girməyək biz. Gəlin, ayətə baxaq, görək ayət bizə nəyi verir? Aranızda ixtilaf baş tutarsa, dönün Allaha. Nöqtə olmadı. Dönün Allaha və onun Rasuluna. Əgər Allah hər şeyi izah eləyirsə Quran-ı Kərimdə, aranızda bir ixtilaf baş tutarsa, dönün Allaha deyərdi və salam. Amma Allah dayanmır. Dönün Allaha və onun Rasuluna dönün. Deməli, elə bir şeylər var ki, siz onu başa düşmürsünüz. Onu Allah Rasulü sizə açıqlayacaq. Elə isə gəl eləyək. 11-ci surənin 1-ci ayəsi. Əlif, ləm, mim və s. Bunu mənə açıqla. Suallar var. Yazıb ki, Nisa 87-2000 hədisi Allahın hədisindən daha doğrular. Belə yazıb. Yazıb ki, mən qardaş ayət yazıram, söz güləşdirmirəm. Yox, sən axı bu ayətin içərisinə öz mötəzəvi qoyursan və öz fikirlərini o ayətin içərisi ilə mənə və tamaşaçılara çatdırmaq istəyirsən. Gəl, çıx, yuxarı söhbət eləyək inşallah. Buyur. Mən də deyirəm, Rəsul yoxdursa Allaha dönməlisən, Qurana yəni. Yox. Rasul, bax, əzizim. Əlimizdə bir kitab var. Şairin yazdığı bir kitab var. Gəl bu şairə dönək. Şair yoxdur. Biz hardan tapaq? Dünyasını dəyişib. Hop, şairin yazdığı kitab var. Kitaba dönəcəyik. Aydındır. Sən bu günləri, gəl belə eləyək də, sən bu günləri axı belə yaşamamısan axı. Necə deyəcəm? Bu günləri hədis inkarçıları elə o 1-ci sinifin dərsliyi, ana dili, riyaziyyat, rus dili və s. kitab alsın, versin ki, ala qızım oxu və salam. Amma kitabı ona veririk və müəllim yanına göndəririk. 8 saat
bir kitabın üstündə qalırlar. Allahu Ekber. Nə oldu? Sən öz belə deyək də kitabın özü insan yazıb da bunu. Öyle değil mi? Niye müəllim yanına göndərirsən? 8 saat, 11 il bu kitabı oxuyurlar, 11 il. Niye oxutdurursan ki onu müəllim yanında? Elə bunu al ver, özü oxusun da. Görsən, dünyavi dərslər də belə, dərs olaraq olsa belə yenə müəllimə ehtiyacı var. Bunun da müəllimə ehtiyacı var. Kim idi bunun müəllimi? İçərimizdə olan Allah Rasuluydu. Yazıb, salam qardaş, Allah orucunu qəbul etsin. Aleyküm salam. Teşekkür. Allah razı olsun. Yazıb, salam olsun Allah'ın ayetlerine inananlara buyurur Rəbbimiz. Mən indi Yazıb, məsələn, hədislər bizə nəyi öyrətdi? mövzu ilə bağlı olaraq bir nəfəri qaldırırıq, görək. Salam Xoş gəlmisən. Xoş gördük. Hədislər nə öyrətdi? Hədislər heç nə demirəm. İki şeyi sənə deyim, bildiyim bir şey deyim. Ayaq yoluna girib oturmağı öyrətdi sənə. Amma girəndə oturursan sən, ayədə belə bir şey var. Ayaq yoluna gedəndə otur. Var? Yox. Amma səni öyrətdi onu. Görsən hədislər. Hələm bir şeyi öyrətdim sənə mən. Buyur Oturmayandan qardaş. olur. Buyurun, eşidirəm sizi. Salam aleykum. Akşamın xeyir olsun. Necəsən? Ne var ne yok? Aleyküm salam. Elhamdülillah. Mənə yazacaqdım. İnşallah birbirimizden nömrəmiz də var. Biraz başım qarışıqdır. İnşallah. Tanıdın məni? Yox, yox, mən səni tanıyırdım. Ya özün yazdın mənə nömrəni ki, mənə yaz WhatsAppda. Rasim Usta. Ola bilər. Keçən dəfə gəlmişdin canlıma. Canlı açmışdın gecə. Mən bilmirəm, unutmuşam. Nömrəmi yazdı. Dedim nömrəni yazdım. Sonra dedim sənin WhatsApp'ın tapılmır. Sonra özün mənə Ola bilər. şey atmışsan, video atmışsan Rəşad Xəlifə haqqında. Hə, olar. Çünki burada çox adamla WhatsApp Sənin yaddaşın güclü olmalı da. yaddaşım güclü olmalıdır. Olur da. Hə. Buyur Hə, eşidirəm. inşallah problem yoxdur. Yox, bilirsən nətərdir qardaş? Sən məsələn deyirsən ki, mən qulaq asıram da. Deyirsən ki, bu Quranı başınıza qoymun. İnsanlara deyirsən, Allah razı olsun, yaxşı edirsən. Yəni bunu açın, oxuyun deyirsən. Yəqin ki, onu deyirdin də. On qoy qırağa. Bu insanlar məzhəblərə nə ilə bölündülər? Hədislərlə. Gəl doğruya danışaq da. Hədislərlə yox. Niyə hədislərlə üçün? Nə ilə bölündülər bəs? Ya belə eləyək də. Aha. Sənə bunu başa düşəsən deyənə, sənə bax, yaxın olacaq bir şey verəcəm sənə. Hədis inkarçıları nə qədər fikirdədirlər, görürsən? Olsun. Yox, var yoxsa yox? Sualıma cavab. Çoxdur. Çoxdur mu? Bəli. Amma o hədis qəbul edənlər də eyni vəziyyətdədir. Yox, bax. Tələsmirsən. Sən mənə sual vermirsən. Gözlə cavab verim. Olar mı? Olar. Aha, gözəl. Sən mənə sual elədin ki, bu firqələr, bu təriqətlərin bölünməsi hədislərlə olub, elə deyilmi? Sual belə verdin, elə deyilmi? Bəli. Aha, mən də sənə cavabında deyirəm ki, hədislərlə də yox, elə hədis inkarçıları Quran-ı Kərimlə də bölünüblər. Razısan yoxsa yox? Razıyam. Ah, bu da sənin cavabın. İkinci suala ver. Nə sual verim? Bilmirəm. Quranı oxuyub sadəcə orada ixtilaf nə yaradır? Sual verdin, cavabı ala bildinmi sən? Hələm bir dəqiqə, görürəm ki, cavab ala bilmədin. Sən demək istəyirsən ki, bu təriqətlərin çoxalması hədislərlə oldu. Mən də sənə bunun cavabında verirəm ki, bu günlərə o qədər hədis inkarçıları var ki, nə ilə bölündülər? Hədislə bölündülər, yox. Qur'anla bölündülər. Qur'anla.
Əgər Deyil də niyə? diqqət olaq, əgər davam eləyirik, əgər Qurani-Kərim insanları bir yola yönəldirsə, bəli, mən bu etiqaddayam. İnsanları bir yola yönəldir. Amma ayrı-ayrı fikirlər var. 5 dənə hədis inkarçısı qalxsın bura, bir ayət haqqında ayrı-ayrı fikirlər verəcək. Fiziki namaz qılanlar, fiziki namaz qılmayanlar, oruç tutanlar, oruç tutmayanlar və s. Tamam. olaraq. Yəni demək istəyirəm ki, təkcə Tamam. hədislə firqələr bölünmür. Qur'anla da firqələr bölünür. Buyurun. Cavab vereyim. Mən sənə sual verməmişəm ki, mənə cavab verəsən. Buyur. Yox, sual yox, sənə bu dediyinə cavab verirəm. Ver. Mən baxıb görürəm ki, məzhəbdə olanların alimlər də hamısı ayrı-ayrı fikirdədir. Mən də baxıb görürəm ki, hədis inkarçıları ayrı-ayrı fikirlərdədir. Razısan yoxsa yox? Çünki Edib Rəsul yüksək yoxdur. olsun. Bax. Edib yüksək olsun, Bayandur olsun, Rəşad Miri olsun, mən nə bilim, hamısı eyni fikirdədirlər. O alimlər də, hədis Ola alimləri bilər. də, hədis inkarçısı olan alimlər də başqa fikirlərdirlər də. Yəni bizdə də bu problem var, sizdə də bu problem var. Xahiş edirəm. Bu problemi birinci öz tərəfə bax, denə bu sualı verə bilərəm buna, yoxsa yox. Sən öz tərəfə baxmadan sual verməyin biraz yaxşı çıxmır. Buyur. Bax, burada yazıb ki, biri. Bax, bir dənə bax qardaş. Elşad Miri kafirdir. Bax, indi sual verirəm. Bunun məzhəbi, firqəsi, bir məzhəbdədir də, bu da bir firqədədir. Ya şiədir, Bilmək ya olmaz. sünni. Yox. Bax. Birinci 2 dənə sual verdin. İndi də aşağıdakı olacaq yazıya bir dənə söz deyirsən. Bax. Sən o birinci kafir deyibsə, o öz etiqadına görə doğrudur. Amma bu söz səni qəzəbləndirir və deyirsən ki, bu adamı Vallahi deyirsən ki, qəzəblənmirəm. Mən hansısa- Elşad Miriyə heç hansısa- qulaq asmıram. Bax. Deyirsən ki, o hansısa bir məzhəbdədir. Qardaş, yoxlamadan, soruşmadan Yox, niyə bilirsən deyirsən nə demək hansısa istəyirəm? bir məzhəbdədir? Bəlkə məzhəbdə deyil. Şəxsən mən məzhəbdə deyiləm. Buyur. Yox, mən səni istəyirəm düzəldərəm, düzəldəm. Sən də mənim Sözümü fikrimdə, de sən də ona. məzhəbdəsən. Bax, Quran və sünnət deyirsən. Sən deyirsən ki, Quran və sünnət. Amma Qurani-Kərimdən bir dənə belə olsun dəlilin yoxdur. Ki, Quran Nə və barədə? sünnət. Bir dənə mənə ayə gətir ki, Allahu Teala desin ki, Sən Quran və deyirəm də. sünnət, Peyğəmbərin Tamam. sünnəti. Söhbət eləyək. Gözəl, əlhamdülillah. Sənə təşəkkür edirəm ki, belə gözəl bir söhbət eləyə bilirik. Mən sənə buna görə təşəkkür edirəm. Birinci, Allah razı olsun. sualımı bir dənə də ver. Qurani-Kərimdən mənə bir dənə ayə gətir ki, Peyğəmbərin sünnəsi. Aha, deməli hörmətli izləyicilər, qoy Amma mən sənə ayələr gətirərəm ki, Peyğəmbər özündən danışmazdı, o ona gələn vəhiydən başqa bir şey deməzdi. O yalnız Özündən Allahın danışmazdı? hökmləri ilə hökm edərdi. özündən Yox. danışmazdı. Yox, elçidir, o rəsul olaraq yox. Özündən niyə danışsın ki din haqqında? Sən deyirsən özündən danışmayıb o. Necə məsələn mənə bir iskan çay gətirir, yemək gətirir belə? Yox, sən Qurani-Kərimdə ayət var ki, Allah Rəsulü Hə. özündən danışdı. Özündən Quranda Quran məsələn var mı? ayət var ki, göyə baxa qalır beləsinə. Allah da deyir ki, biz sənin göyə baxdığı gördük, səni Məscidül Harama üzünü döndərməyə. Allah Rəsulü görsən, orada görsən məsələn qalıb göyə baxa. Yəni Allah Taala ona vəhiy etməsə, o da sənin mənim kimi bir insandır. Onun bizdən yalnız fərqi odur ki, Yox, Allah bax, tərəfindən ona vəhiy gəlməzdir. Elədir də, elə deyil qardaş. Bax, belə eləyək də, biz mövzu indi şaxələndi. Özündən danışması birinci Qurani-Kərimdə ayələr var ki, özündən danışıb və özündən danışdığına görə Allah Subhanahu taala onu qınayıb. Mən sənə ayələr indi təqdim edəcəm. Quran var yanında. Yox, girə bilməyəcəm. Ona görə çıxmaq istəmirəm. Mən Quran ayəsinə girməmiş danışa bilmirəm də belə. Gəl ayətə Biz girək. oxuyaq mı onda?
Biz Quran oxuyaq mı var, burada? belə kitab var evdə. Kitab var amma Mən oxuyum Azərbaycan mu dilində. burada? Olar. Yəni dediyimi sübut eləyim də sənə ki, Allah Rəsulu özündən sözlər və əməllər etdi. Aha, Yox bəs deyir. indi- Məsələn, Zeydə deyir ki, zövcəni boşama, Zeyd zövcəsini boşayır. Yo olur. Davud peyğəmbər məsələn orada görsən qoyuna görə səhv eləyir. Allah görsən 26-da nə deyir? Sadə 26-da Aha. deyir, öz həvana uyma deyir. Deməli bu söz axı yerində oturmur axı. İndi burada bir məsələ var ki, istəyirəm aydınlıq verəm. Allah Rəsulu özündən Allah adına heç nə deməyib. Deməyib. Ay ki, sağ ol. Baba. Deməli özündən sözü iki yerə böləcəyik. Biri var Allah adına özündən yalandan heç nə deməyib. Tamam. Şah damarını qopardarıq. Okey. Sən və biz və bütün özünü İslam'a nisbət eləyəcək bütün xəttlər razılaşırıq. Amma bir yer var ki, o yerlə ola bilsin sən razılaşmayasan. Məsəl üçün şiələr razılaşmır. Nə ilə razılaşmır? Şiələr deyir ki, Peyğəmbər nə deyibsə Allahdan deyib. Amma mən Quran-ı Kərimdən sübut və isbat edirəm ki, Peyğəmbərin elə bir söz və əməlləri olub ki, Quran-ı Kərimdədir. Onların da etiqad etdiyi, iman Dinə etdiyi qarşı. kitabdan Bax, danışıram. dinə qarşı. Və mənim də Peyğəmbər nə etiqad deyib? etdiyi və kitabdan danışıram. Bircə dəqiqə gələk buna. Məsəl üçün Tövbə surəsində səhv etmirəmsə Tövbə surəsi Allah səni bağışlasın. Yalançılar və günahkarlar sənə bəlli olmadan o münafiqlərə niyə icazə verdin? Ayətə bax. Allah səni bağışlasın. Birinci nə ilə Allah Rasullahı söhbət edir? Yəni sənin etdiyin şey doğru deyil. Tövbə surəsindədir. Qoy o yeri açın mən inşallah. Var. Varmı? Elhamdülillah. Deməli Var. Peyğəmbər özündən söz və əməllər etmişdir. Həmçinin Təhrim surəsinə qalxacağıq sonra. Təhrim surəsində Allah Subhanahu taala birbaşa olaraq Muhammədi, Allahın salamı olsun ona və onun ailəsinə qınayır. 1 və 2-ci ayələrdə qınayır. Deyir ki, nə üçün halalı özünə haram edirsən? Hətta Bəli. onu etdiyinə görə təfsirlərə baxsan, Allah Rəsulu kəffarə verib, kəffarə. Etdiyi xətasına görə Təhrim surəsinin 1-ci və 2-ci ayətinə baxsan və onun təfsirlərinə baxsan, görəcəksən ki, Allah Rəsulu and içir və andını pozulmasını Allah Mən bunları Subhanahu bilirəm, taala qardaş. ondan Bunları mənə niyə deyirsən? Qardaşım, mən bilirəm ki, peyğəmbərlər günah eləyiblər. Bəs sənin dediyin bir söz var idi axı. Peyğəmbər özündən heç nə deməz. Peyğəmbər Özündən heç nə deməz, dinə aid. Mən qarşısına da qoydum axı, dinə aid. Allahın hökmlərinə qarşı özü hökm verə bilmir. 43-cü ayə. Tövbə surəsi 43-cü ayə idi. Deməli onda biz bu yerdə razılaşırıq. Kanalıma abunə olun. Lütfən kanalıma abunə olun. Bütün günü paylaşımlar eləyirəm. Möhtəşəm paylaşımlar eləyirəm. Aha, gəlirik şeyə. Sualımıza. Yoldaşın özü hədis inkarçısıdır. Bu qardaş da qoçda deyir, just ne, qoç deyir mənə, just Yox, ne. Sənlə söhbət eləyim, qutarım sonra. Sonra Buyur. inşallah. Deməli, burada çox istəklər var. Mən görürəm. Məndə belədir ki, qardaşım, çox yerdə olduğu kimi deyil də məndə. Hamını qoşurlar, hamı bir-birinə söhbəti kəsir, girir bir-birinə. Onun üçün mən elə müzakirə, söhbət aparmıram. Çünki hörmətsizlik eləyirik də bir-birimizə. Olur hə. Deməli, Düz. hə. Sənin adın nə oldu? Rasim. Rasim, sən hədis inkarçısın da, elə deyilmi? Yo, mən hədis inkarçısı deyirəm. 6236 dənə ayət hədisi qəbul edirəm. Onda sən mənə nəyi yorursan burada? 6236 dənə hədisi qəbul edirəm. Hə, sən şiəsən? Yo, müsəlmanam. Aha. Amma sən deyəsən, mən səninlə söhbət eləmişdik ya biz. Sən deyəsən hədis inkarçısına daha yaxın birisisən. Yoxsa yox? Hədis sən nəyə deyirsən? Hədis Allahdan, Sən Allah və hazırsan? Peyğəmbər adına yazılmış sözlər. Ən birinci qoy mən səni tanıyım və tamaşaçılar qoy sən tanısın qoy. Sən namaz Buyur. qılırsan yoxsa yox?
Qılıram. Aha. Əl bağlı qılırsan yoxsa əl açıq qılırsan? Əl açıq, əli bağlı. Əl açıq. Gözəl, əlhəmdülillah. Sən bu əl açıq namaz qılmağı Qurandan götürmüsən? Yoxsa Bəlidir, qiyamda durum deyir. aha, qiyamda durun. Rükû, səcdədə, səcdənin içindəki olan sözlər hamısı Qurani Kərimdə Allahu Ekber deyib namaz qılmaq da Quranda vardı, elə deyilmi? Allahu Ekber. Yox, elə demirəm mən. Necə deyirsən? Səni hələn bir Deyirəm, tanıyan- qovulmuş şeytanın şərrindən Allaha sığınıram. Bilirəm. Namaza girəndə necə girirsən? Deyirəm, qovulmuş şeytanın şərrindən Allaha sığınıram. Namazdan çıxanda necə çıxırsan? Namazdan çıxanda da elə otururam, yerdə öz duamı eləyirəm Allahın ayələri ilə. Çıxıram. Sən onda bircə dəqiqə. 2 dəfə səcdə edirsənmi? Bəli, səcdəyə gedəndə də başımı yerə qoyanda deyirəm ki, Sübhanə Rəbbi aləmin. Aha, gəl belə eləyək. 2 dəfə səcdə gedir. 17 dəfə qılırsan namazı. Neçə dəfə qılırsan? Yox, 3 dəfə namaz qılıram. Opşu olaraq 17 dəfə olur da, hə? Yoxsa Yox, necə? 2 dəfə. 17 dəfə nəcür hardan olur? Yox, mən sən deyirəm axı, hələn mən səndən tanışlıq eləyirəm. Görüm sən hansılardansan da başa düşürsən. Sən nə edirsən? 17 dəfə nə edirsən? 17 Rükət deməzsən? Hə, 17 rükət namaz qılırsan sən? Quran hansı bir ayəsində yazılıb ki, 17 rükət namaz qıl? Yox, sual verirəm də qardaşım, sual verirəm. Yox, 17 yox, rükət 2 qılırsan. səzdəli rükət bilmirəm mən nə deyirsən, amma mən 2 səzdəli namaz qılıram. Bax indi gör mən sənin üçün bax doğru eləyirəm, yoxsa yox. Sən elə bir ki namaza girəndə, namaza sən girirsən. Möhürlə namaz Bəli. qılırsan yoxsa yox? Yox, möhürsüz. Möhürsüz qılırsan. Aha. Möhürlə namaz harda var ki? Quranda. Yox, soruşuram. Hə, yox, möhürsüz. Adın nə oldu sənin də? Ürəyim Rasim. 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 Qardaş, bu qardaşın ürəyi sıxıldı. İstəyirsən qoş bəlkə sakit duracaq. Yox. Səndən əl çəkən deyiləm mən. Deyən. Kanalıma abunə olun. Hayır. Kanalıma abunə olun. Səndən əl çəkən deyiləm. Amma Çünki gör nə sən- deyirəm. Bu sualları verməmişdən əvvəl bu sualları sən mənə hədislərlə əli bağlı, əli açıq, niyə görə hədislərlə Şiyə, Sünni, Həmbəli, birin əli aşağıda, birinci ortada, birinci düz. Nəyə görə Rasim, bunları namazlarında deyirlər və Rasim. namazlarında kəlmələrdə də fərqliliklər var. ay Rasim, sənin hələn bir sualın var. O suala cavab verim mən. Yox, siz özünüzün kimi birinci düzgünlüyü gətir, sənin etdiyi. Sonra mən sənə cavabımı verəcəm. Rasim bəy, sən mənə qalxmısan bura. 2 dənə sual verdin. İkisinin cavabını verdin. Biri qalıb, birinin Mən bilirəm, sən nə deyəcəksən? Qardaş, mən indi bunun içində durıram. Mən sənin dediyi də niyə bilmirəm ki? Nə deyəcəydim de görüm. Sən mənə şəkilin deyəcəksən ki, şəkil də, yəni niyə belə eləyirsən? Quranda gətirmə, şəkil axtaracaqsan. Hədisdə də şəkil yoxdur. Yəni peyğəmbərin də şəkili yoxdur ki, belə durmuşdu, elə durmuşdu. Nə Sən edin? hardan bilirsən ki, mən onu deyəcəydim? Kanalıma abunə olun. Qeyb kanalıma Allah, abunə olun. həmd olsun Allaha. Prosta bu sualları eşitmişəm, yəni çox eşitmişəm. Sənin də Rasim, qulaq asmışam. Bunları deyirsən Rasim bəy. insanlara. Rasim bəy, mən özümü ifadə etməmiş, sən bunu hardan bilirsən? Qardaş, mən sənə o indi fikrim baxmıram. Sən bu sualları çox vermisən insanlara, hədis inkarçılarına. Sən bir gözlə də, gözlə gör. Biz indi burada var ha, elə söhbət edirik ki, israf edirik. Qoy bir-birimizin yolunu açaq da, bir-birimizdən tanış olaq. Olar tanış, dini cəhətdən. Olar. Sənin dinini öyrənmək istəyirəm. Olar, Olar buyur. yoxsa yox? Olar. Sən rüküya gedirsən, səcdəyə gedirsən, elə deyilmi? Bəli. 2 dəfə səcdəyə gedirsən, Bəli. 2 dəfə səcdəyə getmənin dəlili Qurani-Kərimdə var. Nisa surəsi 102. 2 dəfə deyir orada. Yox, 2 dəfə demir. Bax, şu. Rasim, sən ilişdin, bax burada qalırıq. Deməli, tələsmə. Bizim mövzumuz 2. Sən 17 səcdəni, 17 rükəti hardan gətirsən, onu gətir. Yox. Orada Bizə demir. də. Onu gətir görüm. Rasim, Yəni sən can. Onu gətir Rasim. insanlar qulaq assın da, o göyəzada uçmaq məsələn. Gözlə, subhanallah.
Rasim gözləyirsən Hə. yoxsa yox? Gözlə də. Gözləyirəm. Olmaz. İki dənə səcdə. Deməli, səcdə 2. Deməli, hədis inkarçısı olan Rasim bəy 2 dəfə səcdə edir Allaha. Və dedi ki, Ən-Nisa surəsində harda var dedin? Var mı Quranda? Nisa surəsi 102-də 102-də. orada möminlər döyüş zamanı Allah Taala deyir ki, namazınızı qısaltmanızda, səlatınızı qısaltmanızda sizə heç bir qorxu yoxdur. Orada Allah Rəsulu qalxır, öndə durur. Bax Rəsul özü də orada da. Aç oxuyaq sizə ayəti. Deyir ki, o bir dəstə var, hə. Onlar deyir səcdə etdikdən sonra demir ha 8 səcdə yarım və ya 7 səcdə yarım da demir ki 17-yə çatsın ikincidə. Hə, hə. Səcdə etdikdən sonra keçsinlər arxanıza. Bax qısaldırlar səlatı. Sonra deyir ötəki tərəf gəlsin, səninlə bərabər səlat etsinlər. Ötəki tərəfdə Sən 2 səcdənin yerini görsədə, qardaşım, sən hara getdin? Mənə 2 Sədrəm, səcdənin yerini görsət. Aç ayəni, ayətə aç. Ən-Nisa 102. Sən dedin ki, Quran-ı Kərimdə var. Kanalıma abunə olun, kanalıma abunə olun. Möhtəşəm filmlər paylaşım edirəm. Quran qəbul edirsiniz? İnşallah ki, yəqin ki qəbul edirsiniz. Quran-ı Kərimi qəbul edirsiniz ha? Quran qəbul edirsiniz ha? Yox, gör nə deyirəm, bax mən sənə bir orada göstərəcəm. Təfsir olmadan. Təfsir verməyəcəm ha. Yəni elə başa düşürəm. Əgər bu ayələrin içinə mötəzə atarsan, səndən sağollaşacağam mən. Bax, sənə dedim Rasim. Hə, qardaş, sən 17 rükət namazı gətirir. Görüm Allaha bir məkan verir. Yox, bizə də, bizə. Mən hədislə gedənəm, mən səni o libo yerdən gətirə bilərəm. Sən dedin bu ayətin içində 2 dəfə səcdə var. Burada tamaşaçılar da var. 460 nəfər var. Namazın tamaşaçılar var. Sən Ən-Nisa gətirə bilməz. Nətər? Sən namazın necə qılınış qaydasın, formasın, şəklin hədisdən gətir. Sən yox. Rasim bəy, hələlik sənin və mənim etiqad etdiyimiz bir kitabın üzərindəyik və sən burada etiraf etdin ki, dedin ki, 2 dəfə səcdə etmək. Gətir Quran və sünnət. Quran və sünnət deyə ayə dedim gətir, hələ gətirməmsən. Çünki bu mövzuya girdim, onu gətirəcəm. Oxuyuruq. Nisa surəsi 102 aralarında olur. Hamı 102 Ən-Nisa surəsinin 102-ci ayətini oxusun. Birinci kanalıma abunə olun. Ən-Nisa surəsi 102-ci ayət. Rasim bəy deyir ki, bu ayətin içərisində 2 dəfə səcdə var Allaha. Buyur, oxuyaq. Aralarında olub onlar üçün namaz qıldığın zaman onlardan bir dəstə səninlə bircə qalxsınlar və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər, sizin arxanızda dursunlar və namazınızı qılmamış digər bir dəstə gəlsin və öz namazlarını səninlə bircə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar və silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı və mallarınızı yaddan çıxarasınız. Belə işdə onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud... Ehtiyac yoxdur. Rasim bəy, burada bir dənə səcdədən söhbət gedir. Buyur. Bəs ötəki tərəf nədir? Ötəki tərəf... Və ikinci tərəf var da, gəlsinlər səninlə bərabər səlata qalxsın. Bir də oxu. Səninlə salata qalxsınlar. Bir də oxu. Yox, sən mənə. Mən ayəti açıb burada sənə kəlmə-kəlmə oxuya bilmirəm. Qulaq as, görək, ayə mənim yaddaşımda deyil, gərək kəlmə-kəlmə oxuyam oradan sənə. Bir də as ayəti. Ayət buradadır. İstən kəlmə-kəlmə. Harada qalmışıq onu oxu bir dənə də. Harada qalmışıq, oradan oxu. İki dənə səcdə yazılmıyıb orada. İkinci dəstə var, gəlir ötəki tərəf. İkinci dəstə gəlir. Bir dənə səcdə yazılır. Oradan oxuyuruq. İkinci dəstədə gəlir Allah Rəsulündən təzədən salata qalxırsa, birincilər səcdə edirsə, qardaş, ikiniz də səcdə edəcəksiniz, ikinci ayaqsa qalacaq. Və yaxşı, ikinci gəlib səcdə eləyirlərsə, yox, səcdə eləyirlərsə. Bir səcdə bir tərəf elədi, ikinci dəstədə bir səcdə elədi də, bir tərəf getdi, səcdə eləyir. Yox, bax, elə mənə dediyim budur ki, sən möhtəzə... Deyir ki, Allah da Allah, bu Quranı deyir, ağıl sahiblərinə indirdik ki, onu oxuyub anlasınlar deyə ağıl sahiblərinə.
Sən deyirsən Rasim bəy, peyğəmbər olmadı ki. ağıllı idi. Rasim bəy. Allahın salamı olsun. Hə. Rasim bəy. Anlamayaq Quranı. Oxumayaq. Onu da qoyaq bu Anlayır, kitabı. anla. Hə. Allah və onun Rəsulu sənə təqdim etdiyi kimi Qardaş, anla. gətir bura Rəsulu. Sən Rəsulu açıb gətir. ayələrin içini öz Qardaş, zehnivin Rəsulu məhsuluyla gətir mənə. doldurmaqla deyil. Rəsulu gətir. Xəyam müəllim var, Xəyam müəllim var, Gəncədə qalan. Bəli, tanıyıram, hə. Aysa, o məni yaxşı tanıyır. Bax, ona afərin. Baxın. Niyə afərin deyirəm ona mən? Niyə? Belə mənim inancıma görə kafir daha o. Sadəcə nəyə görə deyirəm afərin? O deyir ki, fiziki namaz yoxdur. Aydındır və Sən də onun inancına görə kafirsən də. bildim də o mənə deyər də sənə nə olub ki? O mənə deyər də sənə nə olub ki? Ona görə də sən Bilirəm də, o kafirsən, mən amma- yaxından tanıyıram, yəni yaxından Mənə bax, tanıyıram. 4 ildir tanıyıram bəyəm qardaşı. Hə. Rasim, ay Rasim. Ona görə də sən kafirsən, xəbərin var? Ola bilər. Ola bilər, yox, mənlə söhbəti var. Qoymuşam, YouTube-a da qoymuşam, TikTok-a da qoymuşam. Deyir, fiziki namaz qılanların hamısı kafirdir, deyir. Sənə də Quranın kafir. tək bir ayəsini qəbul eləməyən, Quranın tək bir ayəsini qəbul eləməyən kafirdir. Nəysə, yəni biz Ən-Nisa surəsinin 102-ci ayətində sənin dediklərini görə bilmirik. Sən sadəcə bu ayətin Nə görürsən bəs orada? Orada nə görürsən sən? Orada səcdə birindən gedir. Ötəki tərəf mi inir bəs? Rasim bəy, Yaxşı, belə eləyək. orada Rasim bəy, saxlamadıq qardaşım. Ayə Rasim tamamlayaq da, bir də belə eləyə yox, dayan da burada, dayanaq burada. Getməyək də o yüzden. Sən ötəki tərəf nə inir bəs? Hansı ötəki tərəf? Bəs sən ayəni necə oxuyursan bayaqdan? Oxuyaq bir də oxuyaq. Mən bu ayəti 80 dəfə Oxu. oxumuşam bəlkə də. Və Oxuyaq bir də oxu birdən, nə bilim valla. Oxuyaq bir də oxuyaq. Aralarında olub onlar üçün namaz qıldığın zaman onlardan bir dəstə səninlə birlikdə qalxsınlar. Və əlbəttə Saxla. Saxla, gözlə qardaşım, gözlə. Nə deyir qardaş? Sən təkrarla. Aralarında bir dəstə Aha. silah sənlə qılsınlar. Yox, səninlə bərabər qalxsınlar. Sənlə birgə qalxsınlar Nəyə qalxsınlar? namaza. Ay sağ ol. Oxu qardaş. Qardaşa denən oxusun inşallah. Və əlbəttə öz silahlarını da götürsünlər. Aha. Ay sağ ol. Oxu qardaş. Getdilər, sizin arxanızda dursunlar və namazınızı qılmamış Saxla. Nə edib keçsinlər? Səcdə etsinlər, keçsinlər arxanıza. Və sonra nə deyir qardaş? Elə ki səzdəyə getdilər, sizin arxanızda dursunlar və namazınızı qılmamış digər bir dəstə gəlsin və öz namazlarını səninlə birgə qılsınlar. Aha. Aha. Burada de göreyim. Əlbəttə gərək ehtiyatlı olsunlar və silahlarını götürsünlər. Çünki kafirlər Burada qardaşım, burada namazı qısaltmaqdan gedir. Aya yuxarıdan bilirsən də inşallah ki. Yuxarıdan Yaxşı. bilirsən də. Ayətin bütövü necədir sənin üçün? O nə deməkdir? Aya bütöv durub da orada. Yox. Ayətin qısalması budur da, hə? Aha. Sən qısalmanı gətirmisən bütövlüyə. Orada bütöv Allah Rəsulu bütöv qılır da bax da. Bildim. Bütövlüyün Allah içərisini- Rəsul keçmir axı kimin Bax, bax, arxasına. Rasim bəy, bunun elə bir üzərində dövr eləsək, söhbəti təkrar olaraq aparsaq, yəni bu sənin Yox xeyrinə qardaş, deyil. buradan çıx ne Bax, qırağa. bax. Bax çıxma qırağa. Allah Böyle- Rəsulu orada səcdə edir ki, Sən iki niyə çıxıram? hissə ilə. Bir sən niyə çıxıram, Rasim bəy? Çünki təkrar olur. Sən elə burada öz bildiyində qal, mən də elə öz bildiyimdə qalım. Əsas odur ki, iki səcdəni, yəni yoxdur da burada. Bu bir və ikincisi, gəl belə eləyək. Səcdədə, Sənə görə olmaya bilər. səcdədə, bax. Səcdə var. Hə. Namazdan sonra hansı sözlə qurtarırsan namazı? Qardaş, dedim bax sənə. Səzdədə Hansı dedim. sözlə Deyirəm qurtarırsan? Sübhanə Rəbbi aləmi. Necə ki İsra surəsi Yox, 106, yox. 107, 108. Necə qurtarırsan? Əssalamu aleykum deyirsən, bax. Əssalamu aleykum deyirsən. Yox demirəm. Allahu Ekber deyirsən. Yox demirəm.
namazın bitdiyinə aid olacaq hansı sözlə bitməlidir namaz? Mənə bir dənə ayət dinlə. Sübhanə Rəbbi aləmin. Mənə bir dənə Tamam, ayəti dədə. görsək ki, Allah desin Deyirəm. ki, İsra surəsində. namazınızı bitirəndə bu ayətə görə bitirin. Bir dənə ayət de mənə. Namazınızı Konkret. bitirəndə deyə bir şey yoxdur orada. Deyir Nədə? ki, Ənkabut surəsi 45-də sənə vəhiy olunandan oxu, namazı qıl. Ənkabut surəsi 45. Mənə Hə, ay başda sağ ol. deyir. Bax, Hə? bəli, İndi Taha mənə- surəsi 114-də deyir ki, namazınızı Allahı Orta səslə. zikr etmək üçün. Yo, o İsra surəsi 110-dadır. İkisinin arasında bir yol tutun. Bax, Taha surəsi Rasim 114-də deyir ki, Rasim namazınızda bəy, Allahı bağlımızda zikr edin xahiş deyir. edirəm. Allahı. Bax. Rasim bəy. Mən Qardaş, namazınızı bitirin deyə bir şey yoxdur orada. bir dənə ayət İki dənə mənə- səcdə getsən. Bir dənə ayət. Qardaş, sən O mən namazın- düz 1 saatdır sual o verirsən, namazın- hə? Bir dənə Rasim mənə bəy, 17, Rasim bax burada bəy, 220 min adam var. Rasim bəy, Qardaş, bir dənə mən Rasim danışım bəy. da. Anca sual verirsən, vallahi. Bilsən niyə? Çünki bu hələm sənin sual verdiyin bitməyib, hələm. Sən hələm ikinci Qardaş, sual... mən deyirəm, 4 dənə sual vermirsən sən- mənə. sən hə? onsuz da heç 4 nə dənə gəlmir. sual vermirsən mənə. Bax. 4 dənə sual vermirsən. İkisinə cavab vermişəm. Birin üstündəyik, birinə vapşı gəlməmişik hələm. Birinə bir dənə gəlməmişik. 17 rükəti Sən mənə görsək bu suallar insanlara görsək. Qardaş, 17 rükət namazı necə qılırsınız? Birinci Bir sənin dənə bunu görsən mən sənə birinci suallara cavab sənin verəcəm. sualını bitirək. Sonra Qardaş, növbəti mən dedim də suallarıma qarşılıq. Mən gətirdim sənə. Mən o hədisləri gətirib sənə göstərərəm. Mənim əlimdə yoxdur o hədis kitabları. Yox, bir dənə Hələlik- onu gətir, Bax, 17 bax, rükəti. Başqa heç bir bax, istəmirəm. Rasim bəy, sənin də və mənim də əlimdə olan nədir hələ? İstəyirsən bir dənə Nisa Qurandır 100-ü da, də bax, oxuyub bax. tamamlansın. Rasim bəy, sağollaşaq yoxsa yox? Sağollaşaq. Yox, onsuz da belə eləyirsən də sən həmişə bax. Nisa 103-də də deyir ki, əmnamanlığa Həmişə çıxdıqdan belə sonra eləyirəm mən. Həmişə belə eləyirəm Hə. mən. belə bax Həmişə danışanda mənə Sən- bir dəfə də atmısan belən içinə. Deyib atmısan vallahi. Bilsən niyə? Hmm. Çünki 4 dənə sual vermirsən. İkisini cavab vermişəm, birin üstündəyəm hələ. Hə? Heç birinə cavab ver, hansına cavab vermisən? Ən birinci mənə 4 dedin sualım ki, nə olub sənə? Aha. Görsən sən sualı ver. Sən bilmirsən. Mən bilirəm, prosta Hə? 4 dənə sualım nə olub sənə? 10 deyirəm mənə, zəhmət olmasa. Sən birinci mənə sual verdin ki, bu təriqətlərin çoxalması, hədislər Aha, nə olur? ağac. Mən də sənə dedim ki, sənə Bəli. cavabında hədis inkarçıların çoxalması da Quranla olub. Olub Quranla. Yo, elə Hədis deyil. inkar- Olub, yoxsa yox? bölünüblər. Amma burada bir məsələ var Bu da. bir Ortalıqda təkrar zikrin gəlməyək də sahibləri. bir də o mövzunun üstünə təkrar gəlməyək də. İkinci sualım nə oldu? Dedin ki, bu alimlər, hədis alimləri, sizin alimləriniz niyə eyni sözü demirlər? Mən də sənə bunun Bəli. əvəzində dedim ki, İstif Türkiyədə oturanlar olsun, Azərbaycanda oturanlar olsun, hədis inkarçıları da Bəli. bir araya gəlir. Bunlar cavab bir sözü verir. ispat Qardaş, etməmişlər. bu cavab Çünki sən cavab verməm sənə bu üçüncüsü bunlara. Üçüncüsü də olub ki, dedin ki, Peyğəmbər özündən söz deməyib, mən sənə dəlil olaraq gətirdim ki, deyib. Ucu 5-6 Yox, mən onların hamısını bilirəm, gözəl insan. Mən sənə dedim ki, dinə aid özündən bir hökm verməzdi. O yalnız Allahın şəriətin, Allahın hökmləri ilə Dinə hökm aid edirdi. hökm də verir. əlbəttə ki, danışır. Hökm verib də. Niyə vermir? Dinə aid Bəli, dinə bəli, aid. dinə aid hökmlər verib. Özündən. Bax. özündən, deyən. Yox, bir dəqiqə deyəndə özündən. Bax. Sual verdim, cavab verim. Onlar cavab verir. Hə. Bu Hökmlər vermişdi. İnsanlara uyğun olaraq hökmləri vermişdi. Öz beynindən hansısa məsələnin həlli edəcək bir ayət deməmişdi. Yox. Yox, sən dedin ki, peyğəmbər özündən hökm verib, ona cavab ver. Və Hökm insanlara yalnız hökm Allahın verib deyil. də, hökm. İki insan Özündən. arasında, necə ki Davud aleyhissalam iki insan arasında yanlış olaraq hökm verdi yoxsa yox? Allah onu qınadı. Allah onu qınadı özündən. Bildim də qınadı. Mən də elə onu deyirəm də.
qınanan hökmlər olub da. Mən də sənə deyirəm ki, onlar da bir bəşər olduğu üçün o özü də deyir ki, mənim sizdən fərqim var. Deyir, mən də sizin kimi bir bəşərəm. Bildim, Mən mənə nə olacağını bilmirəm. Kanalıma abunə olun, bütün olub bitənlərə Gör nə şahid deyirəm? olun. Bir dənə xahiş eləyirəm. 17 rükəti mənə gətir, bu insanlar da dinləsin. İnşallah Görüm sənin o gətirərəm. 17 Amma rükət. sən Tabaş mənə cavab gətirsən. vermədin. Namazı hansı ayətlə qutarırsan? Onu demədin. Qardaş dedim də Ənkabut surəsi 45. Allah deyir ki, namazınızı onunla qutarın. Oxu görək. Allah deyir ki, sənə bəhi Yo, 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 olandan yo, yo. oxu, namazı Yo, yo, qıl bizdə deyir. də. Yox, onunla qutarın zat söhbəti yoxdur. Və Taha 114-də də deyir ki, Taha 114-də də namazınızı Allah'a Allah'a bir etmək üçün. ayət dinə. Ayət Qasım deyirəm bəy, də sənə ikisini deyirəm, Mənim sən aya başa sualıma bir düşürsən. ayət dinə. Allah desin ki, Desin. bu ayətə görə namazı bitir. Sən də mənim sualıma bir dənə cavab ver. Allah Sən desin hələ ki, buna Quranda cavab ver sünnət də. var. Allah desin ki, Sən buna 17 cavab rükət ver namaz mənə. var. Ayəti Gətir mənə bir gör. peyğəmbəri, peyğəmbərim mənə desin ki, sənin inandığın, mənim peyğəmbərim Məhəmməd peyğəmbərdir. Sənin inandığın peyğəmbər mənə Qasım, desin ki, mənə 17 rükət Allah. namaz gəldi. Quranda bir Qasım ayədə bəy. mənə görsət. Hayır Hə. Qasım bəy, Buyur mən qardaş. hədis inkarçısı deyiləm. Mən hədisləri qəbul edən birisiyəm. Sən elə hədis Mən- inkarçısan da. mən səndən 6236 dənə söhbət hədis var da, ondan başqa hədis var. Sən hansı hədis? Qasım bəy, mən sənə sağollaşıram. İnşallah növbəti görüşdə görüşərik. Gətirmədin ha 17 rükət gətirmədin insanlar dinləsin. Çünki Quranda yoxdur, bu hədisdədir. Hədisdə. Onu Allah deyib, onu Allah deyib. Əlbəttə ki, Allah deyib. Hansı ayətdə deyir? Ha, deyirəm ki, Allahın sözü iki yerdədir. Quranda və hədislərdə. Hansı ayədə deyir ki, Allahın sözü iki yerdədir? Deyim sənə. Oxuyaq. Hə, oxuyaq. Aha, Deməli, Təhrim surəsi. Təhrim surəsi. Baxın, bayaqdan suallar verirsən mənə. Suallar verirsən, cavab da verirəm. Təhrim surəsi. Sən də biri sual oldu. verməyə gör. Rasim bəy, bircə dəqiqədə. Sualı Buyur. təkrarlayıram. Rasim bəy deyir ki, mən dedim ki, Allahın sözü iki yerdədir. Diqqət, diqqət, diqqət. Mən iddia eləyirəm ki, Allahın sözü iki yerdədir. Quranda və hədislərdə və Təhrim surəsini dəlil olaraq gətirirəm. Gətir qardaşım. Təhrim surəsinin indi oxuyacağıq. Sənə qısa başlıq veririm inşallah. Yo, ayəni oxuy, xahiş edirəm. Yaxşı, mən sənin kimi eləməyəcəm. Ayətin içərisini öz beynimin məhsulu ilə doldurmayacağam. Oxuyuruq ayəti. Təhrim surəsi 66-cı surə 3-cü ayəti oxuyuruq. Və bir zaman Ayənin için yox, bütün ayələrin için doldurmuşsunuz da beyin məhsulu ilə. Oxuyaq. Və bir- Replikalı xahiş edirəm saxla. Və bir zaman Peyğəmbər zövcələrindən birinə bir sözü gizlində demişdi. O onu xəbər verdikdə Allah Peyğəmbəri xəbər verməsinə nagah etdi. Peyğəmbər bəzisini izhar etdi və bəzisindən vaz keçdi və ona bu barədə o dedi, bunu sənə kim xəbər verdi? Dedi, o bilən və xəbərdar olan mənə xəbər verdi. Sənə bu xəbəri kim verdi? Allah Mən- Rəsuluna. Qadınlara Ay, deyir ki, qadınlara deyir Qardaşım. ki, Qardaşım, mən o ayəyə də billəmi. Bax, gör nə deyirəm. danışaq yoxsa Allahla yox? Allah Rəsulü arasında, Danışaq yoxsa yox? arasında, qardaş, o Danışın vəhiy mən alır. yoxsa yox? Olmadı ki. Amma Sözünü sən gətirsən. vallahi sənin gətirdiyin ayə var ha. O 5 Qasım milyon bəy. Allah Rəsulü adına yazılmış hədislər var. Ay, Ona Qasım heç bəy. bir adiyyəti yoxdur, heç bir Qasım dəlili bəy. yoxdur ona. Allahın iki qadının gizlətdiyi sözü Allah Subhanahu taala peyğəmbərə dedi yoxsa yox? Dedi. O de, çok gözəl, super. Nə Tamaşaçılar dedi baxsın. bilirsən? Nə dedi Nə bilirsən? dedi? Buyur. Sən Hansı de ayədə? dedi. Yo, mən Hansı ayədə? mən bilmirəm. Gözəl. Təhrim surəsində. Rasim, mən sənə sağollaşıram. Sağollaşıram səndən. Halal Səndən olsun sağ ol. sənə. Vallahi sən heç bir dəlilin Mən yoxdur səni Quran və çox sevdim. sünnətə. Özün üçün bir firqə yaradmısan, takib yığırsan Sən özün dedin üçün. Bax, ki deyir deməyib. biləsən. Sən özün dedin ki deyib. Mən Qardaşım, sən dedim ayəti də dedim. Bilmirəm. sənin bilmirəm. məzhəbin nədir? Sən Sənin də məzhəbin sağollaşıram, nədir? Rasim. Özünə müsəlman Etrafa deyirsən, 260 müsəlman deyirsən. nəfər baxsın. Qurandan yana qaynaqlar qəbul eləyirsən. Yo yo yo. 5 milyon Rasim. hədis. 5 milyon. Rasim. 5 milyon hədis. Tələsmə, tələsmə. Tələsmə. Rasim 5 bəy, milyon hədis qardaş. Xahiş edirəm. 5 milyon. Sakin.
Allah Mən iki sakitəm qadının vallahi. arasında Sən olan qorxurlar. elə Deyirəm ki, deyib də, sən bir deyib. də qaldırım. Bildirib də mən qəbul edirəm, Deyib. ayəti iman gətirəm. Quranda Amma ayəti de görün mənə. Ayəti de görün mənə. Harda deyib? deyirəm ayətə girə bilmirəm də burdan mən. Dedim axı bir yax sənə. Ay sağ ol, sağ olasın. Sən Hı? Amma yenə sən Abdullah, dediyin o inşallah- cavab buyur ha. Allahın Allahın kəlmələri mürəkkəb olub belə Abdullah, daşsa deyir, mən Allahın sizə kəlmələri təşəkkür yenə edirəm. bitməz. Gözəl sözlər Allahdandır, Mən sizə pis təşəkkür sözlər isə edirəm. şeytandandır. Buyur, Mən sizə təşəkkür edirəm. salam olsun. İnşallah başqa söhbətdə görüşərik. Yaxşımı? Deməli, Təhrim surəsi hamı açsın ayəti. 66-cı surə 3 və 4-cü ayə. 3 və 4-cü ayə. Allah Subhanahu taala bu hədis inkarçılarıdır. Hədisləri qəbul etmirlər və deyirlər ki, Allah nə deyibsə Qurandadır. Amma özü etiraf etdi ki, Allah Subhanahu taala deyib, amma hardadır? Təhrim surəsinin 3-cü, 4-cü ayəti oxuyun. Allah Subhanahu taala peyğəmbərə o sözü dedi, amma Quran-ı Kərimdə yoxdur o söz. O söz Quran-ı Kərimdə yoxdur. Neçə peyğəmbərlər olmuşdu. Diqqətli olun. Neçə peyğəmbərlər olmuşdu ki, Allah onlarla danışmışdı. Adəmlə danışmışdı. İbrahimlə danışmışdı. Yusuf Aleyhisselamla danışmışdı. Yaqub Aleyhisselamla danışmışdı. Cəbrailin vasitəsilə və yaxud da birbaşa və yaxud da yuxunun vasitəsilə. Onların döneminde bir kitap yok idi ki o kitabın içinde olsun. O sözler dillerdeydi. O sözler sizin kabul etmediğiniz hadislerdeydi, hadislerde. İnşallah kim qalxmaq istəyir burada deməli kim qalxmaq istəyir qalxsın inşallah. Kanalıma abone olun. Kanalıma abone olun. Mükemmel olacaq mövzular paylaşım eləyirəm. Kanalıma abone olun. Xahiş edirəm qoş. Deməli, istə yat ginən, istə yat. İstə at qoşaq inşallah. Rasim bəyə də yəni təşəkkür edirəm mən. Yenə çıxdı. Aleyküm salam. Bağışlayın kiminsə salamını almamışam. Mən müzakirə eləyəndə aşağılara baxmıram da özünüz görürsünüz. Kim idi o? Ne oydu? Salam aleykum. Aleyküm salam. Allah səni islah eləsin qardaş. Bayaqdan barmaqlarım ağrıdı sənə yazmaqdan ki, qoş ginən. O moderatorların da ki, sənin adamı infarkt edib adamı sırası səssiz atırlar. Birinci növbədə müsəlman ədalətli olmalıdır. Bu bir. Dediyi sözlərə, dediyi şeylər, ona görə ki, biz nəfsimiz